Azərbaycan iqtisadiyyatının hər ötən gün daha da qüdrətlənməsində mühüm rol oynayan metallurgiya sektoru bu prosesin təkanverici qüvvələrindən biri olaraq dövlətimizin gücünə güc qatmaq naminə davamlı inkişaf dinamikası nümayiş etdirir. İqtisadiyyatımızın polad onurğası Baku Steel Company Cənubi Qafqazda ən iri və müasir metallurgiya müəssisəsidir. Bu nəhəng sənaye quruluşu istehsal etdiyi məhsulun keyfiyyətini dünya standartlarına yüksəltdiyi kimi fəaliyyətini də ətraf mühitin qorunması və ekoloji qanunvericiliyə riayət etmək istiqamətində beynəlxalq standartlara uyğun tənzimləyir. Bunun ən bariz nümunələrindən biri şirkətimizin elektrik polad əritmə istehsalat sahəsində atmosferə atılan qazları toz və bərk hissəciklərdən təmizləyən qaz-toz tutucu qurğunun ən müasir avadanlıqlar və texnologiyalarla yenilənməsidir. İsveçrənin AS Metals Technologies şirkəti ilə aparılan uzun müddətli əməkdaşlıq nəticəsində bir il davam edən texniki layihələndirmə mərhələsindən sonra montaj və sazlama işləri 2025-ci ilin əvvəlində istehsalatda minimum fasilələrlə uğurla başa çatdırılır. Bu, yalnız texnoloji bir yenilik deyil, həm də ekoloji məsuliyyətin zirvəsidir. Modernizasiya işləri çərçivəsində polad əritmə sobasından və sobanın ətrafından tozun sovrulma intensivliyini artırmağa imkan verən ilkin qaz bacası xəttinə əlavə olaraq əsas və gücləndirici ventilatorlar quraşdırılıb. Qazların daha da yaxşı tutulması üçün yeni çətir, qaz axınını artırmaq üçün əlavə gücləndirici ventilatorlar, qaz axınının istiqamətinə nəzarəti təmin edən su soyutma sisteminə malik yeni mexanikləşdirilmiş çalov qapağı istismara verilib. Elektrik polad əritmə istehsalat sahəsindən qeyri-mütəşəkkil tozu kənarlaşdırmaq üçün aerator quraşdırılıb və qaz-toz tutucu qurğunun ümumi sisteminə qoşulub. Yaranan şlam və tozun toplanması üçün filtrlərin sayı 5500-ə, bunkerlərin sayı isə 23-ə çatdırılıb. Tullantıların idarə olunmasında beynəlxalq ISO standartlarına uyğunluğu təmin edərək toplanan şlam və toz xam mal kimi müvafiq sənaye sahələrinə təkrar istifadəyə göndərilir. Bundan əlavə, qurğunun avtomatlaşdırılmış idarə etmə sistemi təkmilləşdirilib ki, bu da sistemin müxtəlif komponentlərinin işini optimallaşdırmağa və xarici olan qazların və tozun daha iri həcmdə təmizləməsinə imkan verir. Bütün bu yeniliklər atmosferə atılan maddələrin qarşısını alaraq ekoloji mühitin qorunmasına xidmət edir. Bu möhtəşəm layihə texniki səviyyəsi və funksional imkanları baxımından regionda bir ilk sayılır. Belə ki, metallurgiya istehsalatında yaranan qazların təmizlənmə gücü təxminən 2 dəfə artırılaraq 930 min kubmetrdən 1 milyon 700 min kubmetrə çatdırılır. Qurğularda istifadə olunan metal konstruksiyaların ümumi çəkisi isə 200 tona yaxındır. Layihənin həyata keçirilməsi üçün əmək xərcləri 25 min adam saat təşkil edir. Nəticə etibarilə qaz-toz tutucu qurğunun modernizasiya layihəsi həm istehsalat işçilərinin iş şəraitini xeyli yaxşılaşdırdı, həm də atmosferə atılan toz miqdarı beynəlxalq ekoloji və texnoloji standartlara uyğun səviyyəyə endirildi. Ölkəmizin polad təməllərini yaşıl gələcəkdə qurmağa var qüvvəmizlə davam edəcəyik.